Hə uşaqlar, bizim bugünkü mövzumuz nə idi? Xan Sarayı. Xan Sarayı. Beləliklə başlayaq sual-cavab eləməyə. İndi səni sual-cavab edirəm, suallarıma cavab ver. Birinci də görüm əsər janrına görə nədir? Əfsanə. Əfsanə. Xan Sarayı əfsanədir. Hadisələr burada belə başlayır ki, bir gün Şəki xanı ustanın yanına çağıraraq saray tikdirmək istədiyini bildirir. Düzdür? Və nə məqsədlə? Yəni niyə? Yəni istəyirdi ki, özündən bir nəsə qalsın da. Adını əbədləşdirmək istəyirdi. Düzdürmü? Qocaldığı üçün. Aha. Və bu saray necə tikilməli idi? Yəni bu necə bir saray olmalı idi? Saray olmalı ki, heç bir tay bərabər olmasın. Bəli, dünyada ona bərabər ikinci bir saray olmamalı idi. Düzdür. Aha. Və usta xanın qarşısına hansı şərti qoyur? Onun əməyini qiymətləndirməyini istəyir. Əməyinin qiymətləndirməsini istəyir. Xan ustanın əməyini necə qiymətləndirməyi vəd edir? Qiymətləndirməyi deyir. O da ki, deyir ki, mən qızımla yox, mənim əməyimə özünə dəyər verməz. Aha. Deməli, xan deyir ki, sənin o qrup yaradan əllərini qızla tutaram. Usta isə bununla razılaşmır. Səbəb nə idi razılaşmamağının? Çünki deyir, mənim əməyim qızımla ölçüləsi bir əmək deyil. Təbii ki, aha, bəli. Deyir ki, sənətə, sənətkara qiymət ver. Usta bunu istəyirdi. Bəs xan bununla razılaşırmı? Ustaya söz verirmi? Deyir ki, sən nankorsan, deyir, mən... Yox, o soralar. Hələ ona çatmayaq. Xan bununla razılaşırmı? Yəni usta deyəndə ki, sən sənətə, sənətkara qiymət verməlisən. Xan bununla razılaşırmı? Bəli, və ustaya söz verir. Ustaya söz verir, düzdür. Yaxşı. Və usta təbii ki, şərdlərini ətrafına toplayır, işə başlayır. İndi sən bu sarayı təsvir elə. Xan gəlir, sarayı görür və necə bir saray idi, neçə mərtəbəli idi, bunları bildir? Yəni orada şüşələrlə olmuşdu. Nüşabədə görək. Onlar yəni iki mərtəbəli idi, mismarlardan istifadə olmalıdır. Bəli. Möcüzəli idi. 2 mərtəbəli binada bir dənə də deyir mismardan istifadə olunmamışdı. Əlvan rənglər, heyrət doğuran şəbəkələr, divarlarda məhəbbət və qəhrəmanlıq dastanlarından götürülmüş nə var idi? Süjetli şəkillər var idi. Gümüş işığında bərq vuran şüşə günbəzlər hazırlanmışdı. Demək, burada sarayın təsvirinə də yer verilib. Aha, xan sarayı bəyənir, çox məmnun qalır və ustaya ünvanladığı sual nə deyir? Deyir ki, sən bundan da gözəl saray tikə bilərsən. O da deyir ki, bəli tikərəm. O da deyir ki, mən bu sarayı niyə belə eləməmsən? Mən sənə dedim, axı tay bərabər olmasın. Aha. O da əsəbləşir. O da əsəbləşir, onun əlini kəsdirir. Yox, hələ kəsdirməmişdən qabaq. O xan əsəbləşdi. Münasibəti mənfi oldu da, düzdür? Deyir, axı mən sənə demişdim ki, yəni bu dünyada tay bərabəri olmayan bir saray olsun. Sən də mənə cavabında deyirsən ki, bundan daha yaxşısını tikə bilərəm. Bəs niyə bu, belə deyək də, məharətini əsirgəmisən, niyə tikməmsən ən gözəlini? Ustanın cavabı nə olur? Deyir ki, sən mənim əməyimi belə qarşılama. Əməyimi yaxın qarşılama. Yəni, sən sənətə dəyər verməmsən. Sən sadəcə mənim əməyimi qarşılığını vermirsən, da haqqını vermirsən, amma belə sənətimə dəyər verməmsən. Yaxşı, xan da təəccüblənir ki, mən sənə bir ətək qızıl vermişəm. Yenə də deyir ki, siz mənə ancaq əmək haqqı vermişsiniz. Yəni, siz mənim sənətimə dəyər verməmişsiniz, deyir, düzdür. Və xan ustanı necə adlandırır? Qədir bilməz, nankor adlandırır. Başqa sənətkarlara da dərs olsun deyə xan nə əmri verir? Onun əllərini kəsdirməyi bildirir. Bəli. Daha sonra o da kəsdirirmi? Kəsdirir. Hə. Daha sonra da deyir ki, sən mənim əllərimi kəssən də belə, mənim deyir öz şagirdlərim var, onlar deyir yaradacaqlar. Yaxşı, indi bu xan ustanı Qədir bilməz nankor adlandırdı. Bəs onun əli kəsiləndən sonra usta xanı necə adlandırdı? Nə dedi? Onu necə adlandırdı? Zalım, zülmkar. Sən zalimsan, sən zülmkarsan dedi. Aha. Bəs xandan kim intiqam alacaqdı? Nə deyir usta? Deyir, mənim öz şagirdlərim deyir var da, yəni onlar yaradacaqlar. Ondan sonra da yox, deyir ki, yox, xandan intiqam al. Kim deməyək, nə deyək? Yaratdıqlarım. Deyir, səni bir qəbir kimi sıxacaq. O binalar deyir, sənin deyil. Yəni, ona görə deyir, onlar səni bir qəbir kimi sıxacaq. Bəli. Aha. Sonra xan qəzəblə gülür. Gülür, ondan sonra deyir, kəş bunun əllərini yox, özünü deyir. Birinci deyir, bunu dilini kəsməlidir. Ondan sonra deyir, bu səhvini düzəldərəm, onu öldürdürür. Öldürdürür, bəli. Tarixi əsər yaradan bir sənətkarı öldürdürür, düzdür. Və şifahi ədəbiyyat nümunəsində yazı ədəbiyyat? Təbii ki, şifahi. Ağzında əfsanə deyirsən. Deyirəm ki, əsər hansı ədəbi növdə yazılır? Həyatı əks etdirmə baxımından hansı ədəbi növdə yazılır? Epik da. Təbii ki, epik növdə yazılır. Düzdür. Janr nə oldu? Əfsanə. Deyirəm ki, əsərdə təsvir və tərənnümə yer verilir. Düz dedim, səhv dedim? Təsvir.
Təkkiyə. Təsvir təkkiyə deyil. Epik növdə axı, təsvir təkkiyə deyil, təbii ki. Süjeti varmı? Süjeti var. Əlbəttə. Hadisələri danışırsa başdan ayağa. Demək ki, bu əsərin vahid süjet xətti var, düzdür. Mövzusu Hansı? İctimai mövzuda yazılmış bir əsərdir, düzdür. Aha, deməli, bax, deyirəm ki, əsl sənət və sənətkar ölməzdir. Bu kəlam, bu fikir əsərin ideyası kimi səsləşə bilər, ideyası ilə səsləşə bilər. Doğru yoxsa yanlış? Təbii ki, doğrudur. Aha. Və deməli, bu əsərdə zalım, zülmkar, sənətə dəyər verməyən obraz hansı oldu? Xan oldu, düzdür. Amma işini gözəl bilən əsl sənətkar, bacarıqlı. Ustadır. Ha, usta nəinki bacarıqlıdır, eyni zamanda həqiqəti söyləməyi də bacarır. Demək ki, cəsurdur. Doğru yoxsa yanlış? Təbii ki, bu doğru fikirdir, düzdür. Sonra, deməli belə, başqa hansı əsərlərdə zalim xan, aşıqlar, ədalətsiz hökmdar obrazları var? Çağırgahda da var. Sonra keçdiyimiz nağıllardan təzəlicə keçmişik. Ağıllı uşaq, orada çıxan yaxşı idi. Düzdür, bunu da deyə bilərik. Aha. Sonra biz keçənki əsərlərdən indi keçmədiyimizdə, bu il keçməmişik, amma keçən keçmişik. Yadınıza salın görək başqa hansında var idi? Elə Qəddar xan hansında var idi? Hə? Məsələn, Koroğlu dastanında o Düratın itməyi qolunda da var idi mi? Yox, nə Hasan Paşa? Özünü İran hökmdarını qoğma adlandıran Qaraxan yox idi. O da zalim idi, deyə bilərik, bəli. Bəs yaxşı, əməyə dəyər verilməməsi məsələsinə Sabirin hansı əsərində rast gəlmişik? Əkinçi, ay sağ ol, düzdür. Bəli, indi deməli belə. Bəs işini bilən sənətkar obrazına hansı əsərlərdə rast gəlmişik? İşini bilən sənətkar. Xatırlayın görək. Hansı əsərlərdə var idi işini bilən sənətkar? Necə ki, bu sənətkar, bu usta işini bilirdi, profesional idi. Hansı əsərdə var idi? Bax, müəllifin adını deyə bilərəm. Axundovun əsərlərindən birində var. Axundovun hansı əsərində? İşini bilən sənətkar. Aldamış Çağaç. Elə Yusif Sərrazın özü. Yadınızda? Aha, bəs yaxşı, Talvar əsərində hansı obraz idi? O da işini bilən Əli Abbas kişi. Düzdür? Aha, bu da belə. Sonra, indi deyirəm ki, qoca usta şəhidlərin onun peşəsini layiqincə yerinə yetirəcəyinə inanırdı. Doğru yoxsa yanlış? Doğrudur. Usta xanım vəd etdiyi qızılları vermədiyi üçün narazı qalır. Doğru yoxsa yanlış? Yanlışdır. Təbii ki, bu yanlış fikir oldu. Belə.